Kartoflu pizza yemisiniz? Mən dəfələrcə tez-tez hazırladığım pizzadır. İlk öncə kartoşkaları qaynadıb, əzirəm, sonra duz, istot vurub, yayıram, biraz sobada saxlayıb, sonra üzərinə e, düzəltdiyim bu sousu çəkirəm. İstəsəz pomidor sousu da çəkə bilərsiniz, fərq etmir. Sonra bu ərzaqları düzürəm. Buzluqdan çıxartdığım göbələyi, biberi, pomidoru düzəndən sonra sasikalar da və yaxud toyuq düzə bilərsiniz, fərq etmir. Üzərinə pendir səpir və qoyuram sobaya. Üzü qızarana can bişirirəm. Həqiqətən çox ləzzətlidir, çox möhtəşəmdir. Məsləhət görərdim, siz də hazırlayıb dadına baxasınız. Bəyənib abunə olmağı unutmayın. Təşəkkür edirəm. İzlədiyiniz üçün çox təşəkkürlər.